Mən İbrahimov Alim xan Mətləboğlu 1988 təvəllüd Laçın rayonunun Qaraçeşdi kəndindən keçmiş məcburi köçkünəm. Hal-hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən 245 sayılı məcburi köçkünlər qəsəbəsində məskunlaşıram, ev 105 ünvanında. Buradan müraciətim sosial şəbəkə vasitəsilə möhtərəm cənab prezident sənə müraciət edirəm. Bir Azərbaycan vətəndaşı kimi, çarəsiz bir Azərbaycan vətəndaşı kimi azınacaqlı vəziyyətdə sənə müraciət edirəm, səndən xahiş edirəm ki, bizi 5 nəfər ailədə 5 nəfər ailə üzvü əsgər gələcəyin əsgərini böyüdürəm, xəstələnir, dərmanlarını edə bilmirəm, dövlətdən aldığım 200 manat çörək pulu müavinətdir, qaz pulunu 200 manat qaz puluya çek gəlib ödəyə bilmirəm, su pulunu ödəyə bilmirəm, vəziyyətimiz azınacaqlıdır. Bununla bağlı Laçın rayonunun başçısı Aqil Nəzərinin dəfələrlə 6 ildir ki, qəbullarında təpik döysəm də, azınacaqlı vəziyyətimi bilsə də, heç bir köməkdarlıq eləməyib. Ölkədə Xanbəy devli kimi idarə edir ölkəni, cəllad kimi insanların başını vurdurur, insanları intihara zövq edir və mən bunu tək demirəm. Möhtərəm cənab prezident, xahiş edirəm ki, məni şəxsi qəbul eləyəsən, məni Aqil Nəzərinin əlindən məni alasınız və məni qutarasınız. Belə ki, Aqil Nəzəri məni stresinə salır, vətəndaşı ilə, bir Azərbaycan vətəndaşı, biz kimə dərdimizi deməliyik, kimdən kömək istəyəlməliyik? Həbii ki, Laçın rayonu başçısı, Ağsaqqalı dediyimiz Laçın rayonu icra başçısı var. Onun dəfələrlə qəbuluna getsək də, problemlərimizi desək də əhəmiyyət verməyib, öz cəllad kimi ölkəni idarə eləyir. İnsanlardan sosial şəbəkədə bizim işimizi görmədiyi halda bizə köməkdarlıq eləmir. Biz də məcbur qalırıq səsimizi rəhbər şəxsimiz olan cənab prezident, möhtərəm cənab sənə çatdırmaq üçün sosial platformada paylaşırıq. Bunun üçün də Aqil Nəzərli müəyyən qurum şəxslər ki var, onların əli ilə rol dəstəkləyən vətəndaşı, mən vətəndaşı şərləməyə çalışırlar və məni həbs etdirməyə çalışırlar və məni o yerə qorxuyub, hədə qorxu gəlirlər, məni o yerə çatdırıblar ki, mən də özümü Şeylanlı kəndindən olan ən hörmətli, şəxsiyyətli bir olan ziyalı Şeylanlı müqabil var, Baxşov müqabil. Onu da intihara zövq etdi, haqqın dediyi için əvvəlcə tutturdu. Tutturandan sonra da özün hədə qorxu gəldilər, özün məcbur qaldı ki, intihar etməyə zad gəl. İndi o da özün intihar elədi, yazıq. İndi məni də 3 az yaşlı gələcəyin körpəsi var. Məni də həyatdan məhrum eləmək istəyir. Belə ki, həm şərliyib ya tutturacaqdı hədə qorxunuya, ya da məni o həddə gətiribdi möhtərəm cənab prezident. Özümü, mən də Şeylandı, Baxşov müqabil kimi özümü asıb öldürəm və canımı bunlardan qutaram. Xahiş edirəm ki, mənim başıma bu bədbəxt hadisəsini Aqil Nəzəri Laçın rayonunun başçısı bu müsibəti başıma gətirməmişdən qabaq məni şəxsən qəbul eləyəsən və mənə özün şəxsən köməkdarlıq eləyəsən. Elə problemlər var ki, dövlət əhəmiyyətli işlərdir. Mən buradan sosial platforma vasitəsilə möhtərəm cənab prezident, bunu qorxuram, bu dəqiqə ictimaiyyətə çatıra bilmirəm. Xahiş edirəm ki, dərdimə şərik olasınız. Bir Azərbaycan vətəndaşıyam, 5 nəfər ailə üzvü, ölkəni Laçın rayonu başçısı Aqil Nəzərli deyir, Bağda mənəm, Bağdadda Kör xəlifə Xanbəy kimi eləyir. Vəzir Şah qullar bizi qul bazarına gətiribdir. Xahiş edirəm ki, bu istirahətdən bizi qutarasınız. Baxşov müqabili budur, ziyalı şəxsdir, onu da intihara zövq edib. Baxın, baxa bilərsiniz. Budur, göstərirəm. Vaqif Cabbarov hazırda Zakir Fərəcovun vizesini idarə edir. Bu həmin Vaqif Cabbarovdur ki, 2019-cu ildə intihar edən Laçın sakini Müqabil Baxışovun yaxınları onu Baxışovu intihara sövq etməkdə ittiham edirlər. Qeyd edək ki, Müqabil Baxışov uzun müddət Aqil Nəzərinin korrupsiya fəaliyyətinə qarşı mübarizə aparıb və bu korrupsiya faktlarını sosial mediada mətbuatda işıqlandırıb. 2019-cu ildə intihar edən Müqabil Baxışov ölüm qabağı yazdığı məktubda intihar etmə səbəblərini ona olunan təzyiq və təhdidlərlə əlaqələndirərək ona Aqil Nəzərinin və Zakir Fərəcovun intihara sövq etdiklərini yazıb. Ölümündən əvvəl isə Müqabil Baxışov sosial şəbəkədə canlı yayım keçirərək həyatının təhlükədə olduğunu bildirərək kömək istəyib. Qeyd edək ki, Müqabil Baxışovun intiharı ilə bağlı bir çox məsələlərə hələ də aydınlıq gətirilməyib və bu intihar hadisəsi Laçınlıları hələ də narahat etməkdə davam edir. İntihar hadisəsinin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı Laçınlılar dəfələrlə etiraz aksiyaları keçiriblər. Laçınlıları isə hazırda narahat edən əsas məsələlərdən biri məhz Aqil Nəzərinin başçı olduğu Laçından geri qayıtmaqdır. Bəzi Laçınlılar bunu sadəcə özləri üçün təhqir kimi dəyərləndirirlər.
Mövzu ilə bağlı Reallıq TV-yə müraciət edən Laçınlıların fikirlərinə növbəti materiallarımızda geniş yer verəcəyik. Hamını düşündürən məqamlardan biri də qaynatası Vaqif Cabbarovun vətənə xəyanət etməsi, özünün vətənə xidmət etməkdən yayınması ilə gündəmə gələn icra başçısı Aqil Nəzərinin onu vəzifə sahibi edən iqtidara sadiq olub olmamasıdır. Aparılan araşdırmalar göstərir ki, Laçın icra başçısı hakimiyyət rəhbərliyinə sadiq deyil və onun fikrinə görə Azərbaycanda hakimiyyət zəbt edilib və AXC hakimiyyətinin siyasəti indiki idarə etmədən səriştəli olub. Sizə təqdim etdiyimiz və Aqil Nəzərinin öz zehniyyətinin məhsulu olan fikirlər yuxarıda qeyd etdiklərimizin təsdiqidir. Əziz Laçınlılar, hörmətli qonaqlar, sizi və sizin simadə bütün bu rayon sakinlərini 15 iyun Milli Qurtuluş Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Və hər birimizin bildiyimiz gün, təbii ki, Azərbaycan 1991-ci ildə müstəqilliyi ilk qədəm qoyduğu bir müddətdə, təbii ki, o vaxtı hakimiyyətin səriştəsinin nəticəsində o müstəqilliyi qoyub saxlaya bilməməyə əlaqətə gətirdiyimiz şəraitdə xalqın böyük təkid və etimadı ilə, dəvəti ilə